Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodistim. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, kasıblığa imkansızlıq, yəni çox həddindən çox, belə deyim sizə, yəni zəif imkan olsa da ona necə son vermək olar, necə ortadan qaldırmaq olar. Adətən müasir dövrdə qadın cinsinə mənsub olanlar maddi imkanlarını artırmaq üçün sosial vloqlar çəkib paylaşa bilərlər. Yemək haqqında bu bir. Oğlanlar isə idman sayəsindən. Amma bəzi insanlar kürt yatmağı sevirlər. Toyuq kimi. Səhərdən axşama kimi heç bir müsbət vərdiş yox, ancaq mənfi həyat tərzi ilə. Və nəticə etibarilə də inkişaf sıfır. Və sonra buna baxanda filan kəs beyinləyir, bəhmən kəs beyinləyir. Mən səni təhqir edim, səni alçaldım, sındıracaq dərəcəyə qədər gətirim ki, qarşı tərəfdə inkişaf edən adamı niyə o eyləyir? Sənin nəyi lazım? Deyir ki, sən də elə də. Bacarmısın da nəyə danışırsan? Danışanda da ağzına çullu dovşan sığmır. Kim belə bir el məsələ və bir səslənə, bir ifadə, nə qədər qeyri-etik olsa da. Şəxsi inkişafın meyarları çoxdur. Vlogdan əlavə hər hansı bir satış da ola bilər onlayn. Parfümeriyasından, bujuteriyasından ta ki hər hansı bir növ xaricdən gətirilən malları müəyyən qiymətə, süni qiymət artımı ilə cüzi satıb oradan bir gəlir əldə edib inkişaf etməkdir. O da bir seçim. Amma insana daima əziyyətə verməyi sevmirlər özlərini. Və daima olaraq kimsə inkişaf edəndə tutub ayağından, boynundan dala dartıb sən pissən kimi şüarlar səslənir. Çünki daima olaraq müsəlmanların əksəriyyətində paxıllıq deyilən prinsip mövcuddur. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yazа bilərsiniz. Yaxud şərh bölməsinə fikirlərinizi bildirə yaxud bölüşə bilərsiniz. Seanslarımız hal-hazırda əyani və onlayn şəkildə həyata keçirilir və bir seansın qiyməti hal-hazırda 15 AZN təşkil edir. Təbii ki, paket halında da mövcuddur.